Aziz şahmatçılar, hörmətli valideynlər, məhdum müəllimlər, hörmətli Niyazi müəllim. Bugün Novruz bayramına həsr olmuş təsnifat turnirinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı Gəncə Şəhər Komitəsi ilə birlikdə təşkil olmuş şahmat yarışının bağlanış mərasiminə toplaşmışıq. İlk növbədə bu şəraiti bizə yaradan canlarını, torpaqlarının azadlığının uğrunda şəhid edən, daha doğrusu özlərini fəda edən şəhidlərimizin əziz xatirəsini bir də yazışıqla yedik. Allah rəhmət eylesin. Qeyd etmək istəyirəm ki, yarışımız və qeyd etdiyim kimi Hatay Gəncə Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə keçirilirdi. Niyazi müəllim həm bu təşkilatın yeni seçilmiş tədrisi ilk dəfə də bizdən bu tədbirdədir. Qeyd etmək istəyirəm ki, Niyazi müəllim Hatay Gəncə Şəhər Komitəsi hər zaman bizim yarışlarımıza dəstək olmuşdur. Çox sağ olun. Siz də bizimləsiniz, ümid edirik ki, bu davamlı şəklində olacaqdır. Qeyd etmək istəyirəm ki, yarışlarımız 5 qrup üzrə keçirilirdi. Həm ümumilikdə 92 biz olmaqla 312 şahmatçı yarışda mübarizə aparmışdır. Çox sevindirici haldır ki, bu hər yarışda bilirsiniz ki, təsnifat xarakterli, yəni orada dərəcə normativləri də yığmaq mümkündür. Bu günləri 45 yeniyetmə şahmatçımız müvafiq dərəcələr toplayırlar. Bu hesab edirəm ki, böyük uğurdur. Ümid edirəm növbəti yarışlarda həm sayımızda artım ola bilər, biraz yerimiz məkan olaraq çətinlik yaradır. Amma ümumilikdə 312 hesab edirəm yaxşı rəqəmdir. Elə bunu qorumaq, biraz da artırmaq lazımdır ki, daha çox şahmatçı iştirak etsə, daha çox şahmatçının təbii ki, normativi toplamaq, yəni dərəcə toplamaq imkanı olacaqdır, imkan qazanacaqlar. Yarışlarımız lisensiya sistemi ilə 9 turda keçirilmişdir. Müvafiq olaraq ən çox xal yığan, xallar eyni olduqda əlavə göstəricilərə görə hər üç yer tutan şahmatçılar diplom və hədiyyələrlə tərtib olunacaqlar. Gəlin, çox danışanda biraz məsafə çox gedir, yəni çox uzun danışmaq mümkündür. İlk növbədə o sözü Niyazi müəllimə verir, Niyazi müəllim öz xeyir duasını, öz tövsiyələrini, öz fikirlərini sizlərlə bölüşsün, bunun sonra davam edəyək. Buyurun, yazın. Əziz şagirdlər, əziz uşaqlar, xoş gördük hər birimizi. Novruz bayramı münasibətlə hər birimizi təbrik edirəm. Qaliblərimizi Allah razı edir. Sağ olun. Sağ olun. Qeyd edim ki, bu yarışımızda bəli, həqiqətən də Gəncə şahmat mərkəzidir. Gəncə hər zaman bütün qərb bölgəsinə qapılarını açıq elan edir. Hər zaman bizim məktəbimiz sizin üzünüzə qapılarını açır. Burada həm Yevlax şəhərinin, həm Sanlıqdan, həm Şəmşirdən şahmatçılar iştirak edir. Bu bizi sevindirir. Ümid edirik ki, bu tendensiya davamlı şəkildə olacaq. Çünki burada öyrəndiyiniz, gedirsiniz orada yüzlərlə şahmatçıya sirayət edir və beləliklə də inkişafa gəlib çıxır. Hamınıza uğurlar arzulayıram, hamınızın qarşıdan gələn bayramlarınızı təbrik edirəm və siz bizim gələcəyimiz bir əsas fikir, onu demək istəyirəm ki, hər biriniz biraz məsuliyyətinizi hiss etməlisiniz ki, sizin Azərbaycanı təmsil etmək şanslarınız var, uşaqlar. İndi ola bilər, aramızda bəzi şahmatçılarımız var, dünya, Avropa birinciliklərində, beynəlxalq yarışlarda iştirak edir. Amma bu digər şahmatçılara dairdir ki, sizin bu şansınız var. Bu hər bir yeniyetməyə Gəncə qismət olmur, nəsib olmur. Yəni bu şansdan yararlanın ki, qoy bizlər də, valideynlər də, müəllimlərimiz də, qohum əqrabanız da sizlərə baxanda fəxr eləsin ki, bu gün dünya birinciliyində, İspaniyada, Almaniyada, yəni ölkəsindən asılı olmayaraq, hansısa bir beynəlxalq yarışda, beynəlxalq arenada bizim övladımız, bizim balamız Azərbaycanı təmsil edir. Bu layiqincə təmsil edəndə tabii ki, daha çox sevindiricidir. Mən də arzulayıram ki, o milli yığma komandaların tərkibində Gəncə idmançılarının, Qərb bölgəsi idmançılarının, belə bir sabah yerdən düşər, sayı çox olsun, qoy həmçin səsiniz ucalardan, zirvələrdən gəlsin, gedəsiniz o yarışlarda hindimizi və bayrağımızı yüksəklərə qaldırın.
Uzar. G-Grubu, yani en yeni gelen şahmatlardan şahmatlarından başlayan kısmı bu kızlardan olması. Her birisi gelsin. Kızlardan, G-Grubu, kızlardan. 3. il. Kərimova Nərmin. Gəlin, gəlin.